Salam aziz uşaqlar. Bu günlər İskəndərnamə poemasının əlavə olunmuş hissəsi ilə məzmununu və təhlilini sizə izah edəcəyik. Uşaqlar, İskəndərnamə poemasını Nizami Gəncəvi 1203-cü ildə yekunlaşdırmışdır. Məsnəvi şəklində yazılıb. AA, BB, CC, DD formasında qafiyələnir. Əsərə bəzən mənzum roman da deyirlər. Niyə mənzum roman deyirlər? Çünki burada əsərin baş qəhrəmanının anadan olmasından ölümünə qədər olan həyatı canlandırılıb. Əsərin əsas qəhrəmanı yazılırsa uşaqlar Makedoniyalı İskəndərdir. Eramızdan əvvəl yaşamışdır. Makedoniyalı İskəndərlə poemanın qəhrəmanını qarışdırmaq olmaz. Keçən Bəhramgurda da deyil. Nizami Gəncəvinin əsas məqsədi Bəhramgurun və ya İskəndərin həyatını nəzmə çəkmək olmayıb yazılırsan. Onun əsas məqsədi nədən ibarət olub uşaqlar? Əsas məqsədi ondan ibarət olub ki, onların simasında dövrün hökmdarlarını neynəsin? Düz yola və ya ədalətli işlər görməyə çağırsın. Şair ideal hesab etdiyi hökmdar obrazını İskəndərin simasında yaratmışdır. Əsərdə bir çox toxunulan məsələlər var. İnsan və onun azadlığı, ləyaqəti, mənalı ömrü, cəmiyyətin mənəvi kamilliyi, ictimai ədalət, elmi kamilliyin üstünlüyü. Uşaqlar, yazırsın ki, poema iki hissədən ibarətdir. Birinci hissəsi Şərəfnamə adlanır. Şərəfnamə hissəsində İskəndərin apardığı müharibələr, hərbi yürüşlərindən danışılır. Bundan başqa bura əlavə edə bilər. İskəndərin döyüş səfərləri bu formada olmuşdur yazırsın. Əlavəsi ilə olan hissələr yazırsın. Baxın, zəhmət olmasa, Misirdə yazırsın ki, birinci Pələngəri məğlub edir. Sonra Misirdə İskəndəriyə şəhərini saldırır. Üçüncü Dara ilə döyüşə girir. Döyüşdə 9000 nəfər Daranın tərəfində olur. 600 min nəfər isə İskəndərin tərəfində olur. Amma İskəndər qalib gəlir. Daranı məğlub edəndən sonra onun qızı Rövşənəklə evlənir və onu Ruma göndərir yazdırasın. Sonra gedir Ərəbistana, Kəbəni ziyarət edir. Azərbaycana gəlir, Bərdəyə gəlir, Nüşabə ilə tanış olur. Dərbəndə gəlir, Elbrus dağına gedir yazdırasın. Hətta Dərbənd şəhərinin salınması da onun adı ilə bağlıdır. Sonra Rey, Xorasan Hindistana gedir. Çinə gedir, Çinə özündən asılı salır. Kıntalla döyüşə girir və Nüşabəni əsirlikdən xilas edir. Nəzərdə çatdırım ki, bu hissəsi onun Azərbaycana gələndən sonra gəlir. Burada Azərbaycanda Nüşabə ilə müqavilə bağlayır. Ondan sonra gedir. Gedəndən sonra eşidir ki, Kıntal Rus hücum edib, Nüşabanı əsir aparıb, Bərdəyə hücum edib. Ondan sonra qaydanda Kıntalla döyüş edir və Nüşabanı azadlıqdan, əsirdən xilas edir. Deyirik suyu tapmaq üçün zülmətə yedir və sonda da Ruma qayıdır. Bu Şərəfnamada İskəndərin belə deyək də səfərlərinin ardıcıllığı idi. Sonra ikinci isə İqbalnamadır. Burada isə İskəndər yazırsın ki, Ruma qayıtdıqdan sonra artıq bütün dünyanı demək olar ki, gəzir. Dünyanın yarısından çoxunu özünə tabi edir. Ondan sonra qayıdır Ruma. Rumda başlayır elmi fəlsəfi görüşlərlə bağlı olan hissədir. İskəndər dərin elmləri, yəni bütün hansı ki dünyada məşhur kitablar var idi, elmi kitablardan söhbət gedir. Onları Rum və Yunan alimlərindən öyrənir, yazdırsın. Dünyanın ən məşhur alimlərini sarayına davət edir. Alimlərlə xəlvətə çəkilir, çünki dünya haqqında öz fikirlərini və alimlərin fikirlərini öyrənmək istəyirdi. Ərəstu, Sokrat, Fəryəfuz, Əflatun, Balinas, Hörmüz və Falis həmin xəlvətə çəkilən alimlər idi. Səyahətə çıxır, xarab qalmış yerləri təmir etdirir, azlara yardım edir, yazdırsın. Səfərinə Məqduniyə adlı yerdən başlayır, yazdırsın. Məğribə yol alıb 2 gün gedir və sonra 2 gündə Misirdə qalır. Məqdəsin dini əhalisinə zülm edən hökmdarı çarmıxa çəkdirir. Məğribə doğru 6 ay yol gedir. Qarşısına çıxan yaşıl təpəyə çıxa bilmir. Ata və balanın məsləhət, alimlərin məsləhəti ilə göndərirlər ora. Və onlara deyirlər ki, orada olan vəziyyətlə bağlı məktub yazıb göndərərsiniz bizə. Təpənin ətrafındakı dağları aşmaq üçün alimlə məsləhət edir, yazdırsın. Alimlər deyirlər ki, ora nə etmək lazımdır? Təpəyə qoşundan yazmağa və oxumağa bacaran adam göndərmək lazımdır. Və ya dediyim kimi, ata və oğul çıxır. Yaşıl təpəyə gedən ata və oğul səhər gün namə gətirir. Yolları darısı qaldı, amma öz yeri isə həmin yaşıl təpənə isə cənnətə bənzədir, yazdırsın. Yazdırsın ki, qoca artıq həmin yerdən qayıtmır, həmin yerdə qalır, amma məktubu isə neyir? Öz oğlu ilə göndərir, yazdırsın. İskəndər məktubu oxuyur, görür ki, oranı
qoca ki cənnətə bənzədir. Bu haqda ordusuna heç isə məlumat vermir. Çünki qorxur ki, orduya məlumat versə, ordu oradan səfər eləmək istəməz, orada qalar. Yazdırsın. Buna görə də qoşunu oradan uzaqlaşdırıb tozlu yolla səfər edib. Yolun yarısına çatanda insana bənzər vəhşilər, qırdan qara çöl əhli görür, yazdırsın. Bu varlıqların yaşadığı yerdə nə su, nə də ateş var idi. Onlar bulud və günəş əvəz edirdi. Suyun əvəzinə bulud, alovun əvəzinə günəş. Çöllükdə həmin tayfadan da başqa tayfa yaşardı. Onlar suyu özlərinə zəhər bilirdilər. Bu həmin tayfa deyil, başqa bir tayfa haqqında məlumat gedir. Zəhərlər havanın suyunu əvəz etdiyini deyirdilər, yazdırsın. Sonra uşaqlar, həmin o vəhşilər var idi ki, onlar kəpənəklə qidalanırdılar. Bundan başqa müşk məsələsinə bənzər şəhərdə ağbənizli insanlar isə 500 il yaşlılarda qozalmadığı vurğulanır. İskəndər bu vəhşilərlə din, haqq, ədaləti öyrədir. Müxtəlif niz-nemətlərdən onlara pay verir, yazdırsın. Vəhşilər İskəndərə səhradan çıxmağın yolunu göstərirlər. Çünki onlara dini öyrətmişdi, onlara naz-nemət vermişdi. İskəndər Çini tərk edərkən Çin xalqanına var-dövlət bəxş edir, yazdırsın. Şimala çatanda qarşısında parlayan düzənliklər meydana olur və ona məlumat verirlər ki, həmin düzənliklərdəki qumlar başdan ayağa gümüşdən ibarətdir. Yazdırsın. İskəndər də əmr verir ki, həmin torpaqdan, gümüşlü torpaqlardan neynəsinlər, götürsünlər. Götürürlər, biraz yol gedəndən sonra, müəyyən qədər yol gedəndən sonra yük ağır olduğu üçün gedə bilmirlər. İskəndər əmr verir ki, həmin yerdə elə səhranın yanında, orada bir dənə saray tikirlər. Həmin, belə deyək, o gümüşlü, tərkibində gümüş olan torpaqdan da istifadə edirlər. Bir müddət gedəndən sonra artıq dözə bilmirlər. Ağır yük ordunun əldən düşməsinə səbəb olur. Yazırsın ki, ordunun çoxu vətənə qayıda bilmir. Yükün çoxluğundan yolda vəfat edirlər. Həm susuzluqdan, həm də yükün çoxluğundan. Sonra İskəndər davam edir. Gəlir, Peyğəmbərə inanmayan bir tayfaya rast gəlir. İskəndəri Peyğəmbər kimi qəbul edirlər həmin tayfa. Ona öz yanlarında yerləşən Yəcuc tayfalar haqqında məlumat verirlər, yazdırsın. Yəcucların üzlərində burnu olmayan insana bənzər divlər idi. Boyları balaca idi, yeməkdən doymurdular. Dırnaqları elə itirdi ki, hətta poladı belə deşirdi. Allahı tanınmaz bir tayfa idilər. Böyük buluddan düşən bir əcdahanı yeyər, bir ay yatardılar, ölənə kimi xəstəlik görməzdilər. Təmiz tayfa onların qorxusundan daha qaçıb ağza məskən saldı. Çünki həmin bu tayfa ki var, burunları olmayan vəhşi tayfa, onların ayaqları süst olduğu üçün, yəni key olduğu üçün dağa çıxa bilmirdilər. İskəndər təmiz tayfanı Yəcuclardan qorumaq üçün onlarla bunların arasında yazdırsın ki, poladdan sədd çəkdirir, yəni divar çəkdirir. Bundan sonra İskəndər xoşbəxtlər ölkəsinə gəlir. Bundan sonra kimsəsiz bir şəhərə səfər edir. Daha sonra Firavan bir şəhərə gəlir. Bu şəhərdə, həmin bu Firavan şəhərdə su və əkinlə bəzədilir. Sürülər çobansız, bağlar hasarsızdır. İskəndərin qoşusundan burada bir nəfər meyvə dərərkən qıc olur. Elə halal yer olur ki, heç kəs oğurluq eləmir, heç kəsin malına tamah eləmir. Evlərin qapıları açıq olur, belə deyək də, məntəqələrin qapısı açıq olur, yazdırsın. Sonra yazdırsın, İskəndərin qoşundan bir nəfər başqa adamın qoynunu tutarkən o qızdırma xəstəliyinə tutulur, yazdırsın. İskəndər bu halları görəndən sonra tapşırır ki, həmin əhalinin heç bir şeyinə dəyməyi lazım deyil. Sonra uşaqlar yazdırsın ki, İskəndər müdrik qocalarla şəhər idi. Şəhər alisinə nə üçün heç nədən qorxmusunuz deyir. Mən boyda ordu ilə adam gəlmişəm, qorxmusunuz. Onlar bildirir ki, bizim yolumuz ancaq düzlükdür, halallıqdır. Ona görə biz heç nədən qorxmuruq. Bu tayfa yazdırsın ki, dinpərvər, fağır, yalan danışmayan, oğurluq etməyən, sürüsünə şirpəni toxunmayan bir tayfa idi. İskəndər bu tayfanı görəndən sonra deyir, kaş elə əvvəlcədən bura gələrdim, başqa yerlərə səyahət eləməzdim və ömrünün axırına qədər burada qalardım. Sonra həmin bu tayfa ki var uşaqlar, Allahdan gələn hər şeyə şükür edirlər. Sürülərinə canavar hücum edirsə, edəndə də yerində ölür canavar. Dərdli olana gülmürlər. Burada yalnız qoca insanlar ölürlər. Ölən adama yas saxlamırlar, yazdırsın. Yolundan azan olsa öz aralarında neynirlər? Qovurlar. İskəndər bunları görəndən sonra deyir ki, bu əvvəl gəlsəydim, heç dünyanı gəzməzdim. Dağda özümə bir kaha tapıb Allaha itaət edərdim. İskəndər bu insanların dindar olduğunu görüb, Peyğəmbər olduğunu artıq olaraq demir. Çünki yazdırsın, indi İskəndərin o həyat haqqında məlumat verəcək. Onlara xəzinə verir. Ondan sonra Yunanistana gəlir.
Suriş tayfasını yer üzündən silir, Sur şəhərinə gələndə ağır xəstələnir, heç kim dərdinə çarə tapa bilmir və o dünyadan doymadığını deyir. Alimlərdən xahiş edir ki, dua etsinlər ki, ruhu paçlara qoysun, çünki artıq öləcəyini hiss eləyirdi. Son anda anasına məktub yazır və səbirli olmasını diləyir. Sur şəhərində olur və İskəndəriyyə şəhərində dəfn olunur. Şair yazırsın ki, dastanın xülasəsi və İskəndərin Cahangirlik tarixi hissəsində İskəndər haqqında heç bir mənbədə lazımlı məlumat tapmadığını deyir. Əsəri yazarkən Yəhudi, Nəsrani və Pəhləvi mənbələrindən bəhrələnir. Əsərdə İskəndərin Bərdəyə gəlişi tarix hadisə deyil. Yazırsın, tarixdə belə bir şey olmuyor. İskəndər doğrudan Bərdəyə gəlsin. Əsərdə Bərdənin adını Hərun kimi qeyd olunur, yazdırarsan. Bərdənin təsvirinə yer verilir. Əsərdə real döyüş səhnələri var. Əsərin sonunda Nizami özünə müraciət etmişdir. İskəndər haqqında danışır uşaqlar. Nizami təxəyyülünün məhsuludur yalnız. Yəni dünyada olan İsmail olan İskəndərlə bu eyni adam deyil. Sadəcə adları eynidir. Ağıllı tədbirləri və ədalətli rəftarda xeyirxahlığı ilə şöhrət qazanır. Məzlumları zalimlərin zülmündən qurtarır. Haqqın ədalətin müdafiəçisi kimi çıxış edir. Atasının ölümündən sonra taxta çıxır. Aristoteli, yəni Ərəstunu özünə vəzir təyin edir. Əsər boyu inkişafda verilir. Nizami qəhrəmanının qüsurlarını belə gizlətmə yazdırsın. Hər yerdə təkallahlılığı təbliğ edir. İskəndər Kəyan adətinə xüsusi hörmət göstərir. 20 yaşında şah, 27 yaşında isə peyğəmbər olur. İskəndərin təlim tərbiyəsi ilə dövrün görkəmli alimi Niqumaş məşhur olur. Niqumaş da Aristotelin atası olur, yazdırsın. Sonra uşaqlar Daradan taxt azalmışdır. Dərbənd şəhərinin salınması onun adı ilə bağlıdır. 7 ölkənin şahı kimi qiymətləndirilib. Sonra uşaqlar İqvanlama hissəsində bir çox ölkələri gəzdikdən sonra Yunanistana qayıdır. Başqa dillərdə olan kitabları Yunan dilinə tərcümə etdirir. İskəndər yəni qasiddən, mələkdən Allaha müti bəndə xəbərini alır, yəni özünün peyğəmbərliyini o da sübut edir. Məlikdən xəbər alanda İskəndər səfərə hazırlaşarkən özü ilə Ərəstunun, Əflatunun, Sokratın qara müşk ilə ipəyə yazılmış nəsihətnamasını götürür ki, çətinliyə düşəndə həmin nəsihətnamadan faydalanır. Alimləri özü ilə aparmır, alimlər qalır, amma onların nəsihətnaması alır. Səfərə çıxarkən tac sağlıcı oğluna tapşırır, anasından xalqa müğayət olmağı tapşırır, yazdırsın. İskəndərin getdiyi yerlər dərddən, qəmdən uzaq olur. Münəccimlər artıq o xəstələnən vaxtı göyə nəzər salarkən onun bəxt ulduzunu tapa bilmədiklərini, yəni söndüklərini deyirlər. Vəsiyyətini inşallah dostlarına danışır. Anasına məktub yazır. Anasına yazdığı məktubda deyir ki, sən mənim ölümümə görə qəti şəkildə narahat olma. Əgər mən ölsəm, bir dənə əmim süfrajdır və bütün dünyanın naz neymətini ona topla. Şəhərdə nə qədər qohumu, əzizi ölən adamlar varsa, hamısı onlara yiyir. Əgər orada kimsə deyir, yeməsə, sən də ondan narahat olarsan. Yisələr, sən də sevin ki, deyirlər, bundan istifadə edirlər. Sütgözə süfrə açmasını, xalqı qonaqlığa dəvət etməsini, dünyada qəmsiz olan hər kim varsa, süfrəyə buyurub doyunca yeyə bilər. Yəni qəmsiz insanlar, sənin anasının da qəmi öz oğlunu ölməyini deyir. Məktubda uşaqlar su qabı, su yoluna sınır. Atalar sözü verilmişdir, yazılsın. İkinci əsas qəhrəmanımız Nüşabədir. Nüşabə Nizaminin çox sevdiyi qadın qəhrəmanlardan biridir. Kəyan nəslində olan Nüşabəyə rəğbəti açıq-aşkar duyulur Nizaminin. Obraz şair təxəyyülünün məhsuludur, yazılsın. Bu da dünyada olmayıb, yəni yazılsın. İskəndəri Bərdəyə gətirən şair onun buranın hökmdarı ilə tanış edir və türk qızı Nüşabə ilə nə edir? Qarşılaşdırır, yazılsın. Məğrur İskəndər Nüşabənin ağılı, bacarığı və fərasəti qarşısında aciz qalır. Ölkəsinin abadlığına, xalqın firavanlığına nail olan cəsarətli Nüşabə nəyə qadir olduğunu İskəndər bildirməkcə, əsərdə yəqin ki, uşaqlar əvvəlcədən oxumusunuz, özü də bilirsiniz də. İskəndər Bərdəyə gəlir, Nüşabə başlayır onun üçün yeməyi, içməyi, məclisi göndərir. İskəndər də maraq yaranır ki, bu qadın kimdir də? Onun haqqında çox məlumat verir. İndiyə qədər kişilər 30 min qulamı var. Heç bir kişi ondan əmr almayıb. Bütün işlərini qadınlara gördürür. Gecə səhərə qədər ibadət edir, səhərlər istirahat edir və s. Maraq yaranır. Gəlir kimin sarayına? Nüşabənin sarayına. Nüşabənin sarayına da yanında İskəndərin elçisi kimi gəlir. Deməli, elçiliyində müəyyən qaydalar var da. Gələndə silahsız gələsən, baş əyib otağa daxil olsan. İskəndər ömründə elçi olmayıb baxır. Ona görə bu qaydaların heç birinə əhəmiyyət eləmir. Elə bir girən kimi saraya gedir otur hökmdarın yerində taxta. Nüşabə bundan şübhələnir ki, bu elçi belə olmalı deyil də. Bu niyə belə eləyir? Ondan sonra Nüşabənin xüsusi bir dənə rəssam var idi.
bütün dünyada olan məşhur hökmdarların şəkillərini ora çəkdirir. Çağırtdırır öz köməkçisini, çağırtdırır, deyir ki, gətir. Nişabə köməkçisi şəkil gətirəndə İskəndərin şəklinə baxır, İskəndərə baxır, tanıyır İskəndəri, bilir ki, bu İskəndərin elçisi deyil, özüdür. Artıq İskəndər orada nə olur? Tanınır və onu neyinir? Yazılırsın ki, erkən tinətliyəm olsam da qadın, hər işi bəllidir mənə dünyanı. Mən də bir aslanam, düşünsəm biraz, aslanın erkəyi dişisi olmaz. Bu, Nüşabənin dilindən İskəndərə deyilmiş bir hissədir. Nüşabəyə qadınlar xidmət edir, 30.000 qulamdan ibarət ordusu Nüşabə vardır. Nüşabə kişilərə indiyə qədər tapşırıq verməyib, işi qadınlarla keçərdi. İskəndər elçi qiyafəsində Nüşabənin sarayına gəlir, qapıdan sürətlə keçir, belindəki qılıncı və kəməri açmır, Nüşabənin qarşısında səcdə etmir, Nüşabə şübhələnir. Onun İskəndər olduğunu anlayır, çünki onun sarayında qüdrətli sənətkarın ipəyə çəkilmiş şəkilləri var idi. Dara uşaqlar bir insan kimi təkəbbürlüdür, Dara hökmdar kimi ədalətsiz və zalim hökmdar olur, öz əməlləri ilə ölkəsində dözülməz vəziyyət yaradıb, xalqın taleyini şərəfsiz adamlara tapşırmışdır, ağıllı adamlara qənim kəsilmişdir, xalqa ədalətsiz müharibələri sürükləyir və sonda da öz adamları tərəfindən öldürülür yazılır. Feyləqus, İskəndərin atası Yunan ölkəsinin padşahı olan Feyləqus, Eysi bin İshaqın nəslindədir. Testdə düşür uşaqlar. Eysi bin İshaq bunun atasının babasıdır, İskəndərin öz babası deyil. Ədalətli hökmdar olan Feyləqus Rum və Ruslara itaət edirdi. Onun dövründə elə idi ki, vəziyyət deyir ki, qoyun qurdun ayağına bağlanır. Yəni o qədər ədalətli olub. Ədalətli qanunları ilə zülmü ortadan qaldırmışdır, xalqın rəhbətini qazanmışdır. Ona əsas aparan Daranın tələbini qəbul edir, xalqını yersiz müharibəyə sürükləmir, nəyir və istədiyi vergini ona verir. Bir də uşaqlar pələngə surəti var, zalim hökmdardır və İskəndər tərəfindən öldürülür. Bu qədər dərsimiz uşaqlar, diqqət çəkirəm, minnətdaram, sağ olun.